Bilirəm, qəribə adamlar var ha. Bir il bundan qabaq bir videom var idi. Səhər saatlarında yola düzəlirəm. Həmin vaxtda artıq iş zamanı, dövlət iş zamanı və özəl müəssisələrdə başladığı halda bir də çoxlu maşın var idi. Və tıxac var idi. Və mən sual verdim ki, əgər bu adamlar hamısı küçədədirlərsə, yoldadırlarsa, bəs işdə olan kimdir? Axı iş saat 9-da başlayır. Nəysə, o şərhlərin arasında gələn çoxlu fikirlərdən biri bu idi ki, bəs sənə görə belədir, çünki sən də uşağını başqa yerdə oxudursan və s. Hövsanda məktəb yoxdurmu və s. Yox, Hövsanda olan məktəblər dövlət məktəbləridir və o məktəblərdə mənim indi övladımın özəl liseydə aldığı təhsili vermirlər. Misal üçün, Azərbaycanın hansı dövlət məktəbində əlavə olaraq Çin dili dərsi keçirilir. Çin dünyanın iqtisadiyyatının ikinci ən böyük iqtisadiyyatıdır. Onlarla bir əlaqəmiz var. Biz niyə övladlarımıza Çin dili öyrətməyək ki? Gələcəklərində onlara lazım olacaq. 2. Dövlət məktəblərində ingilis dili, adı ingilis dilidir. O ingilis dili bizə yalnız ölkə daxilindəki ali məktəbə imtahan vermək üçün lazım olan ingilis dilidir. O ingilis dili ünsiyyət üçün deyil, o ingilis dili şirkətlərə daxil olub orada çalışmaq üçün deyil, o ingilis dili bizə xaricdə təhsil almaq üçün deyil. Sadə ingilis dilidir, sadə, primitiv ingilis dilidir. IELTS və SAT standartlarına cavab vermir. Deyin görək, Azərbaycan dövlət məktəblərində ingilis dili, Çin dilindən savayı bonus olaraq harda Alman dili dərsi keçirilir? Hansı ki, övladınız gedib Almaniyada təhsilini davam etdirə bilər, oxuya bilər, işləyə bilər, ünsiyyətə girə bilər və s. Deyin mənə görək, Azərbaycanda hansı dövlət məktəbində ingilis təhsil Cambridge səviyyəsindədir? Yəni, o orta məktəbin verdiyi sənəd Cambridge'də, Böyük Britaniyada qəbul olunur. Heç kim kefindən uşağını səhər oyadıb, şəhərin bu tərəfindən, yarımadanın bu tərəfindən o biri tərəfinə göndərmir. Biz onlara, bir uşaq dünyaya gətiririk, öz kaprizimizlə. Deyirik ki, mənim övladım olmalıdır. Və o, yetkinlik yaşına çatana qədər, yəni 18 yaşına qədər, onun bütün məsuliyyəti bizim üzərimizdədir. Və əgər bu uşağı dünyaya gətirmişiksə, bir zəhmət onun bu məsuliyyətini daşımalıyıq. Daha yaxşı yerdə oxuturmağa çalışmalıyıq, imkan daxilində. Yoxdursa bu problem deyil də, bunu heç kimi qınamaq olmaz. O başqa məsələdir artıq. Daha yaxşı yerdə oxuturmağa çalışmalıyıq, daha yaxşı yerə yönəltməyə çalışmalıyıq ki, yəni biz onu dünyaya gətirmişiksə, bu məsuliyyətləri başa düşərək ona bütün açarları veririk. Daha sonra artıq onun açarlarla qapıları və qıfıllara necə açacaq, necə həyatın çətinliklərinə sinə gələcək, bu artıq növbəti prosesdir. Bu da öyrənə-öyrənə gedəcək. Bizə əsas nədir? Ona balıq verməyək, tilov verək, balıq tutmağa öyrədək, qutarsın geçsin məsələ. Dövlət məktəblərinin heç birində kodlama dərsi yoxdur. Yəqin ki, fikrimi izah edə bilirəm də. Və bu fikri ki, deyənlər, Hövsanda məktəb yoxdur, biz dövlət məktəbində olmuşuq, deyən adamların ya övladları yoxdur, ya da ki, övladları elə bir yaşdadır ki, məktəbə gedən yaşda deyil. Ya da o dövrün adamlarıdır ki, həmin dövrdə heç, belə deyək, özəl məktəblər tək-tük idi. Məsələn, mən 9-cu sinifdə oxuyanda imtahan vermişdim Türk liseyinə və Sumqayıt Türk liseyinə daxil olmuşdum. Amma mənim valideynlərimin imkanı yox idi. Onda ili $1000 idi. Səhv etmirəmsə, ili $1000 idi. Təzə-təzə açılırdı o vaxtda. Mənim valideynimin imkanı yox idi və mən daxil olsam da qoymadılar mən gedim ora. Bizim sinifdən bir neçə nəfər uşaq belə daxil olmuşlar, amma səhv etmirəmsə, bizim sinifdən heç kim getmədi o vaxtda. Çünki imkanımız yox idi da. Əgər indi valideynlərin daha çox seçim etmək şansı yaranıbsa və biz uşaqlarımıza daha yaxşı imkanlar yarada biləriksə, bunu yaradacağıq. Əgər siz deyən kimi, məsələn, Böyük Britaniyada belə bir qayda var. Əgər məktəb uşağın yaşadığı yerdən 30 dəqiqədən çox uzaqlıqdadırsa, sən uşağı o məktəbə qoya bilməzsən. Sən yalnız 30 dəqiqə radiusda
məktəbə uşağı yazdıra bilərsən. Amma bu Böyük Britaniyadır və orada olan məktəblərin arasında fərq demək olar ki, yoxdur. Yəni proqram, müəllimlər, dərs keyfiyyəti və s. Əgər biz övladlarını özəl liseylərdə oxudan valideynlərin timsalında deyirəm bunu. Əgər biz övladımızı harasa göndəririksə, bunu kefimizdən eləmirik. Bu puldan vaz keçərək deyən, mənim pulum çoxdur, bunu belə eləyəcəm. Yox. Biz istəyirik ki, övladımıza yaxşı vərdişlər aşılayaq, ona yaxşı şeylər verək həyatda. Dövlət məktəbləri eyni səviyyədə olsa, eyni gücdə olsa, dediyim şeyləri eləsə, ən azından sizə deyirəm, bax, mənim təhsillə bağlı görüşüm nədir də? Əgər orta məktəbdə, dövlət məktəblərində hələ indiyənə qədər məntiq dərsi keçirilmirsə, bu çox böyük bir boşluqdur. Məntiq dərsi olmalıdır. Biz məntiq dərsini universitetdə keçirik. Özəl liseylərdə, özəl məktəblərdə məntiq dərsi olanlar var. Məsələn, mənim qızımın təhsil aldığı orta məktəbdə var. Eləyir. Orada məntiq dərsi keçirlər. Niyə görə? Biz çünki məntiqi uşaqlıqdan öyrətməliyik. İzah edə bilirəm fikrimi. Elə ittiham elə. Ay, nə bilim, uşağı niyə göndərsən? Uşaq yazıqdır, nə bilim, filan şey. Bəli, mənim valideynlərimin imkanı olmayıb mənə bu şansı verməyə. Hərənin öz imkanına görə olub da. 90'lar olub, müharibə, 2 dəfə ölkənin default olması və s. Yəni, onun imkanı olmayıb mənə o təhsili versin. Bacardığını eləyib. Nə eləyib? Repetitor yanına göndərib. Mən universitetə daxil olmuşam. Universitetdə ödənişsiz də oxumuşam. Onları xərcə salmamışam. Gündəlik cibimdə cəmi cümlətanı 2 manat pulla getmişəm. 1 manat getmə, 1 manat gəlmə. Stipendiya, təqaüd alandan sonra biraz özümü şey eləmişəm. Onlar qoymayıblar ki, mən universiteti bitirənə qədər işləyim. Onlar deyiblər ki, yox, sən oxumalısan və s. və s. Yəni, o dövrün tələbi indi ayrıdır. İndiki dövrün tələbi odur ki, biz uşağımıza elə bir sənət verməliyik ki, elə bir təhsil verməliyik ki, sabah innovasiyalar, texnologiyalar onu işsiz qoymasın. Bu yenə də rəsmi statistikada 25 yaşından 35 yaşına qədər şəxslər Azərbaycanda böyük bir faizi, 70%-ə yaxını oxuduğunu başa düşmür. Və o videoda baxırlar, başa düşmürlər. Deyir ki, get övsanda oxusun da. Yoxdur da o təhsil. Olsun, bizim də pulumuz cibimizdə qalar.